Bugün sizlə ismin cinslərini keçirik. Gəlin başlayaq. Rus dilində ismin 3 cinsi var. Kişi, qadın və orta cins. İsmin cinsini Azərbaycan dili insanlar sözün söz sonuna əsasən, ismin söz sonuna əsasən təyin edə bilərlər. Kişi cinsində isimlərin söz sonları nə olur? Deməli, samit olur adətən. İh də həmçinin samitdir. Bir də məhki znak. Deməli, samitlə bitən sözlər dom, stol, stul, magazin, sın, atec, lev. Gördüyünüz kimi bu sözlər hamısı samitlə bitir və onlar kişi cinsindədirlər. Məhki znakla muzey, sanatoriy. Bunlar da ihlə bitir, kişi cinsindədirlər. Məhki znakla bitən slovar, konь, dень. Məhki znakla bitən sözlər də həmçinin kişi cinsindədir. Qadın cinsində söz sonları nə olur? A, ya, bir də məhki znak. Mama, sestra, kniga, sumka. Семья, тетя. Площадь, лошадь, осень. İndi siz deyə bilərsiniz ki, məhki znak həm kişi cinsində var, həm qadın cinsində. Mən onları necə ayırım? Azərbaycan dili insanlar üçün bu biraz çətinlik yaradır. Amma tədricən hər dəfə sözlər öyrənəndə siz özünüz üçün geri qeyd eləyəsiniz ki, bu məhki znakla bitən söz hansı cinsdədir? Kişi cinsindədir, yoxsa qadın cinsindədir və tədricən belə siz yavaş-yavaş onları bir-birlərindən ayıra biləcəksiniz. Orta cins, həmişə orta cinsdə cansız isimlər olur və söz sonları o ya da ye olur. Окно, дерево, yabloko, zdание, море. Bunlar orta cinslərdir. İstisnalar əlbəttə ki var. Elə isimlər var ki, onlar qadın cinsinin söz sonlarına malikdirlər. Yəni, qadın cinsində söz sonlarımız nədir? A, ya. Amma onlar həmişə kişi cinsindədirlər. Çünki bunlar papa, ata, dядя, əmi ya da dayı, mужчина, kişi, deduşka, baba, yunuşa, gənc oğlandır. Görürsünüz, bunlar hamısı kişilərdir. Bu isimlər isə orta cinsdədirlər. Bunlar mə ilə bitən isimlərdir. M, ya ilə bitən isimlərdir. Bunlar orta cinsdədirlər. Burada bəzi isimlər var ki, onlar artıq gündəlik biz danışıq dilindən çıxıblar, istifadə olunmurlar. Bəzi sözlər amma istifadə olunur. İmə, ad, время, vaxt. Plamya, od, alov. O birisilər hamısı yavaş-yavaş istifadədən çıxırlar. Növbəti qaydamız şəxs əvəzlikləridir. Şəxs əvəzlikləri ən birinci öyrəndiyimiz sizlə əvəzliklər olacaq. Ya, mən, ty, sən. On, o kişi cinsində. Ana, o qadın cinsində. Ano, o orta cinsdədir. Bunlar tək sayda olan şəxs əvəzliklərimizdir. Bunlar isə cəm. Мы, biz, вы, siz, они, onlar. Bax belə. İndi baxın, burada çalışmamız var. Gəlin çalışmamızı eləyək. İsmin cinslərini biz təyin eləməliyik. Maşina, A ilə bitdi, qadın cinsindədir. Человек, samitlə bitdi, kişi cinsindədir. Дерево, o ilə bitdi, orta cinsdədir. Медведь, məhki znakla bitdi, medved kişi cinsindədir. Deduşka, A ilə bitdi. Qadın cinsinin söz sonuna malikdir, amma baba əlbəttə kişi cinsindədir. Город, şəhər, samitlə bitir, kişi cinsi. Mış, məhki znakla bitdi, amma qadın cinsindədir. Plaş, samitlə bitir, kişi cinsi. Utka, ördək, A ilə bitir, qadın cinsi. Povar, aşpaz, samitlə bitir, kişi cinsindədir. Цветок, samitlə bitdi, kişi cinsi. Gül. Орел, qartal, samitlə bitdi, kişi cinsi. Vnuk, oğlan, nəvə, oğul nəvə. Samitlə bitdi, kişi cinsi. Солнце, ye ilə bitdi, orta cins. Strana, ölkə, A ilə bitdi, qadın cinsi. Лягушка, A ilə bitdi, qadın cinsi. Qurbağa. Grip, göbələk. Tak, samitlə bitdi,
kişi cinsindədir. Девочка A ilə bitdi, qadın cinsindədir, qız. Tiger, pələng, samitlə bitdi, kişi cinsindədir. Roza A ilə bitdi, qadın cinsindədir, qızılgül. Radost, sevinç, məhki znakla bitdi, qadın cinsindədir. Учитель, məhki znakla bitdi, kişi cinsindədir. Şoför, samitlə bitdi, kişi cinsindədir. Bizim dialoqumuz var. Gördüyünüz kimi mənim kitabımda bütün dialoqlar Azərbaycan dilinə tərcüməlidir. Gəlin başlayaq. Mən birbaşa rus dilində oxuyacağım. Siz Azərbaycan dilini burada izləyə bilərsiniz. Доброе утро, Aysel. Доброе утро, Leyla. Aysel, как твои дела? Спасибо, нормально. А твои? Тоже нормально. До свидания. До завтра. İkinci диалогumuz. Добрый день, Юсиф. Добрый день, Али. Очень рад вас видеть. Спасибо, я тоже рад. Как ваши дела, Юсиф? Спасибо, хорошо. А ваши? Тоже. До свидания. До завтра.